Godfather çox sevirəm, çox bəyənirəm. Həqiqətən bəlkə obyektiv olaraq tarixin ən yaxşı trilogiyası. Gəl mən deyim sən nə subyektiv olaraq, deyirsən. aha, Batman. Yes. Nolan'ın Ha, Dark Batman'da. Knight Mesela o trilogiyası. Nolan sən. Nolan. deyirsən. Dark Knight trilogiyası. Ben- İkinci yerdə Be- odur. Belə deyək. Trilogiya olaraq. Siz Nolan deyirsiniz. Aha. Mənim üçün Batman ümumiyyətlə Joker həmişə mənim üçün Jack Nicholson olaraq qalacaq. Boomer. Niyə bu? Sən şeydir. Mən sənə demək istəyirəm ki, mənim üçün o Batman, o Tim Burton'un yaratdığı Pikdir, Batman. brad. O Pikdir, pikdir. ondan razıyam. O da elə bir deyək ki, orada Michael Keaton məsələn Batman idi də. Michael Keaton çox adamı tanıyır. Da Birdman da, həmin də Amma- Birdman da. Trilogiya olaraq alsa Michael Keaton 2 film. O vaxt ki, o da oynayıb grotesk və ümumiyyətlə Jack Nicholson, Heath Ledger biraz fərqli, o da zor şeydir, amma tanıdığımız bu Joker obrazını məndə Jack Nicholson və Heath Ledger 100% orada bu filmin çəkilişlərində 100% baxırdı Jack Nicholson. Ola bilər brad. Yəni Pave the Way söhbəti var samo soboy. Prosta yəni biz trilogiyadan söhbət edirsə, Batman trilogiyası kino olaraq. Birinci sən dediyin Tim Burton'un Batman'ı çox pik idi. Amma kino olaraq çox böyük nöqsanları var idi.